Beləliklə Pərvin Salahov da ringə gəlir. İki raunddan ibarət döyüş olmalıdır. Hər raund 5 dəqiqə davam edir, amma bir çox döyüşlər gördüyünüz kimi vaxtından əvvəl də başa çatır. Yəni ağrı verici, boğucu fənd hesabına idmançıların biz vaxtından əvvəl də qələbələrini şahid oluruq. Görək bu döyüş necə keçəcək. Qaydalara uyğun olaraq hakim qısa şəkildə idmançılara bəzi qaydaları xatırladır, hansı zərbələr qadağandır. Və beləcə görüş başlayır. Nemət Məmmədov Pərvin Salahovla döyüşür. Nemət Məmmədov ilk cəhdəcə rəqibinin ayağından tutaraq onu yerə yıxmağa müvəffəq oldu. Və görə indi boğucu fəndi yerinə yetirməyə çalışır Pərvin Salahov. Bu döyüşdə vaxtından əvvəl yekunlaşa bilər. Hakim diqqətlə vəziyyəti izləyir. Və ringin tam kənarındaydı. Ona görə də onları yenidən ringin mərkəzinə çəkir bir qədər referi. Bir dəqiqədir ki, artıq idmançılar mübarizə aparır. Nemət Məmmədov indi zərbə vurma imkanı axtarır və Pərvin Salahov isə bu vəziyyətdən çıxmağa cəhd edir və deyəsən buna müvəffəq oldu Pərvin Salahov və idmançılar artıq ayaq üstə döyüş davam etdirirlər. Yenidən rəqibini yerə sərdi Nemət Məmmədov. Güləş fəndləri Nemət Məmmədovun ifasında daha yaxşı alınır. Bu fəndləri daha uğurlu yerinə yetirir. Boğucu fəndi yerinə yetirməyə çalışır Pərvin Salahov. Nemət Məmmədov isə görək ona edəcək. Pərvin Salahov indi yaxın planda gördüyünüz ekranlarınızda bəli, bu vəziyyətdən çıxdı Nemət Məmmədov. Yenidən ayaq üstə görüş davam etdirilir. Bu dəfə də rəqibin ayağından tutaraq uğurla yerə yıxır Nemət Məmmədov. Məhz bu fəndləri, sərbəst güləş fəndlərini daha yaxşı yerinə yetirir bu idmançı. Amma ardı da gəlməlidir. Ardı gəlmədiksə təbii ki bir qədər uğurlu alınmır. Artıq gördüyünüz kimi hakim də gördü ki idmançılar bu vəziyyətdə fəal deyirlər. Mübarizə davam etmir və onları ayaq üstə mübarizə davam etdirməyə dəvət etdi. Növbəti dəfə Nemət Məmmədov yenə də eyni üsulda rəqibini yerə yıxır. Pərvin Salahov isə boğucu fəndi yerinə yetirməyə çalışır. Rəqibin boynundan tutaraq boğucu fəndi yerinə yetirir və deyəsən Nemət Məmmədov təslim oldu.